Azərbaycan ədəbiyyatında üçləmələr seriyamız davam edir. Azərbaycan ədəbiyyatından hər hansı xüsusiyyətə görə 3 ən təsirli epizodu seçirik. Bir daha qeyd edirəm, bunlara bir test sualı kimi yanaşmayın. Daha çox obrazların o emosional aləminə enmək kimi düşünün. Yəni ki, testdə filan şeyi düz götürüblər, onda biz də belə hesab edək ki, bu fikir doğrudur. Bundan biraz çıxıb, ədəbiyyata qaytarmağa çalışaq. Bugünkü mövzumuz belədir. 3 ən təsirli tag life. Tag life nədir? Məndən cavan nəsil 100% bilir bu nədir. Məndən yaşlı nəsil də bilmirəm, bilər yəqin ki. Məlumat üçün deyim ki, tag life yerində verilmiş təsirli, ləzzətli cavabdır. Sizə təsir edən Azərbaycan ədəbiyyatıdır, tədris proqramı çərçivəsində. 3 ən ləzzətli, təsirli cavab hansıdır? Əvvəlcə bir fikirləşin, bütün proqramı belə skan edin beyninizdə, görün hansı sizə ən çox ləzzət edib. Öz fikirlərinizi 3-cü yer, 2-ci yer, 1-ci yer olaraq yazın kommentə. Sonra keçək mənə ən çox təsir edən 3 cavaba. Beləliklə, Azərbaycan ədəbiyyatında mənim 3 ən xoşuma gələn tag life, yəni qəşəng cavab. 3-cü yer. İskəndərnamə əsərində Nüşabə İskəndərə deyir ki, əgər Daşqaşın boğaza yolu yoxdursa, bəs niyə bunluğunda biz bu qədər müharibə aparırıq, mənasız bir şey uğrunda savaşırıq, yəni dərs verir ona. İskəndər də deyir ki, sənin bu sözün o vaxt dəyərli olardı ki, sən özün də buna əməl edərdin. Sənin süfrəndən Daşqaş daşır. Yəni lazımsız, mənasız bir şeydirsə, səndə niyə boşqa var bunlardan? Buradan özünü də yığırsan, oradan deyirsən ki, mənasız bir şeydir. Düzdür, sonradan deyir ki, yenə də düz deyirsən, amma o İskəndərin cavabı çox ağıllı cavab idi. İkinci yerdə İblislə Arifin dialoqu zamanı İblis deyir ki, gəldim verəyim qəlbinə bir nuri həqiqət. Arif də deyir ki, sən zülmət ikən mənə necə nur verə bilərsən, yəni işıq verə bilərsən. O da deyir ki, sən Arifsən, amma aldanırsan. Yəni, adın Arifdir, amma özün Arif deyilsən. Mən necə zülmət ola bilərəm? Mən başdan başa atəşəm, hər şeyim atəşdir mənim. Sonra yenə də Arif deyir ki, mənə atəş nəmə lazım? Mənə işıq lazımdır, işıq, atəş yox. Yenə də İblis deyir ki, atəşsiz işıq ola bilərmi? İşıq atəşdən çıxır da. Bax, ikinci ən xoşuma gələn cavab budur. Birinci yerdə isə görəsən nə ola bilər? Ən belə bizim tədris proqramı çərçivəmizdə ən təsirli cavab. Hamınız yazıb bitirmişsinizsə, mən ən xoşuma gələn birinci yeri deyirəm. Koroğlu Qıratı gətirib gələndə Toqatdan lovğalanır da, gördünüz, getdim, gətirdim filan. Nigar da biraz aranı yumuşatmaq üçün, söhbəti biraz zarafata çevirmək üçün deyir ki, hə, Koroğlu düz deyir, igidsən, nəsən, amma biraz belə qarasan. Və o qarasan dedikdə Koroğlunun verdiyi cavab var, ha, mənə qara deyən gözəl. O cavab mənim üçün Azərbaycan ədəbiyyatında ən qəşəng tag life-dır. Sizin də cavablarınızı oxumaq maraqlıdır. Görəsən sizin ən çox hansı cavablar xoşunuza gəlib.